Sənin yazdığına əsasən, atan və anan uzaq qohumdur. Atanda kəllədaxili təzyiq olub, əmində də kəllədaxili təzyiq olub, səndə də uşaqlıqda kəllədaxili təzyiq olub. Bu faktlar tək başına bunun mütləq genetik olduğunu göstərmir. Bəzi hallarda kəllədaxili təzyiq irsi ola bilər, amma çox vaxt başqa səbəblərdən də yaranır. Yalnız həkim müayinəsi və lazım gələrsə genetik qiymətləndirmə bunun irsi olub-olmadığını